Salam, mən Qasımın anasıyam. İndi hal-hazırda biz xəstəxanadayıq. Demək olar ki, övladımın vəziyyəti çox ağırdır. Hər keçən saat bizim üçün qızla bərabərdir, dəyərdir. Bizim ailə olaraq əlimizdən gələn hər şeyi etmişik. Etməyə də hazırıq. Bütün mal varlığımızı nə var satmışıq. Və 15 gündən artıqdır ki, biz xəstəxanadayıq. Körpə balam çox əziyyət çəkir, çox ağır acı çəkir. Hal-hazırda Qasıma qan köçür. Qasımın, həkimlərin rəyinə görə Qasımın aütüm hemolytik anemi ilə, immun çatışmamazlığı ilə və immun yetməzliyi onun qan parçalanması ilə biruzə veribdir. Və demək olar ki, Qasım vəziyyəti çox ağırdır, çox pis durumdadır. Və əlimizdə olan maddiyyatın hamısını bu xəstəxanada ağır iynələr, dərmanlara gedib. Demək olar ki, tamamilə müalicənin tam yarısını Qasımın xəstəliyinə, dərmanlarına vermişik. Və bizə bir ana olaraq, bir ana üçün bunu demək çox çətindir. Həqiqətən çox çətin. Allah heç bir anaya bana dərdi, bana çarəsizliyi, xəstəxanalarda gözü yolda qalmağı nəsib eləməsin. Heç bir anaya istəməzdim. Çünki mənim balam çox əziyyət çəkir. Çoxdan çox əziyyət.